Deməli, bugün nə edirik? Bugün login register yazacağıq. Login register deyəndə ağlımıza Identity Package gəlir. Microsoft Identity Package. Biz bunu fərqli formada da yaza bilərik. Fərqli forma dediyim nədir? Fərqli forma, fərqli forma. Özümüz user yaradıb, özümüz hər şeyi özümüz yaradıq da. O biraz uzun söhbətdir. Ona görə ən yaxşısı Identity Package-dən istifadə etməkdir. Amma istəsəz onu da özünüz öyrənə bilərsiniz. Amma yəni deyim ki, onu istifadə eləyən yoxdur da demək olar ki. Amma oturur şey eləyir. Identity package düşür, şey, FCO, her şey hazırdır. İndi o package, bir dənə bunları bağlayayım biraz. Hə. Package'imizi yükləyək. Gərək toolsa açaq şeyi, package. Rapid package. Gərək buraya yazaq ki, fcore identity. Fcore identity. Niyə gəlmədi bu? Identity package. Microsoft. Hı. Tüm proyekte yüklensin. Accept eləyək. Ne server var ha? Ne error var ki? Hafifse yüklendi. Deməli, birinci cəhət nə edirik? Bunu bağlayayım bir dənə. Aha, bunu bağlayaq. Bunu da bağlayaq. Hamısı bağlayaq. Aha, bugün indi nə edirik? İkinci cəhətdən bir dənə user class yaradırıq. Gəlin entity açın. İçində bir dənə class yaradaq. Add class. Adını qoyaq user. User. Bu user classımız. Remvis'te de gördüğümüz kimi identity user'den miras alır. Identity user'den miras alır. Identity user'den miras alır. İndi bir dənə içinə əlavə özümüzdən belə bir şey yazaq. Yazaq public string, hə, full name olsun bir dənə. Full name. Full name olsun. Başqa qalan şeyləri özü verir onun içindən usta. O birisine ehtiyac yox. Sonra neyniyək? Sonra gələk bunu bir dənə şey eləyək, SQL əlavə eləyək. Bir dənə migration əlavə eləyək. Yazaq bura bir dənə şey. Add migration adını qoyaq şey. User added. Ayda səhv olacaq. Seçmə yadımdan çıxdı, buradan da taksi seyirəm. Update database'imizdə yazaq. Update database. Database ödəyəsini düşsün. Aha, çıx. Hazırladıq. Getdi düşdü hər şey. İndi nə edirik? Gəlirik. Belə bir şey yaradaq da. Birinci detail yaradaq. Gələk bunun içinə bir dənə bunu bağlayım. Gəlin bunu açım içini. Bura bir dənə folder əlavə eləyim. Adını qoyum out detail. Aha. Bunun içində hansı detail olacaq? Login detail olacaq, bir də register detail. Gələk buraya yazaq ki, login detail. Login detail. Bir də şey, register detail. Register detail.
Aha, login detail'da yazdı, register detail'da yazdı. Birinci login yaz ha, o kısa da olsa. Yazaq bura bir dənə public, public. Aha, login detail'ın içində nələr olacaq? Belə yazacaq ki, public, string, username, name, or, bunu belə yazacaq, or, email. Aha, username or email, sonra nə yazacaq? Bir də password. Yazaq ki, bura, public string password. Ama keçən dəfə CMV'sə göstərmədiyim, amma burada göstərmək istədiyim bir şey göstərəcəm. O nədir? Gəlib bura bir dənə şey yazırıq. Data annotation deyirik. Keçən dəfə Təbriz bəy sizə göstərmişdi də, onsuz ki, konfigurasiya eləyirdiniz. Gedib fərqli bir dənə konfigurasiya klass açırdınız. Sonra gəlib onun içində konfigurasiya eləyirdiniz. Amma belə bir şey deyim. Ondan sonra bu daha rahatdır. Gəlib burada bir dənə data annotation'dır. Всё. Üstünde yazırsınız. Всё hazırdır. Required'da yani tamam doldurulmalıdır. Bir de data tipi de password'dur. Cevap belirsiz всё hazırdır. Mesela indi register'e. Register'e biraz uzun. Cevap bunu da public eləyək. Public eləyək. Gələk yazaq ki, yenə eyni şəkildə yazaq da. Required eləyək bunu. Required. Required. Max lens verək. Max lens. Max lens olsun hə. 64 olsun. Bu 255 özü verdi 64. 64. Gələk yazaq ki, public public string string full name full name geçsin. Sonra ne yazaq? Yazaq ki mailimiz olsun. Gələk bir dənə də required yazaq. Max lensi olsun 64 olsun. 64 olsun. Sonra bir dənə virgül qoyaq. Yazaq data type. Data type. Örtəzəmizi açaq. Yazaq içində data type. Nöqtə email. Email. Email adres. Всё. Bir dənə də belə. Bir dənə də bura virgül qoyaq. Yazaq email adres. Gələk yazaq burada public string email adres. Ya da bunu email ya. Email adresi ile email kalsın hele. Belə qalsın. Aha baxın indi full name yazdı, mail yazdı. Bunların da hamısı data annotation'dan şeyləri bildirdik ki, bu qədər ola bilər. Sonra nə yazaq? Password yazaq. Ya da public string string password. Sonra yazaq public string username public public string user name set. Bir də şey yazaq da. Bir də password yazaq. Yazaq ki, public string repassword. Repassword. Password 2 dəfə yazsın. Ondan sonra gəlsin. Ondan sonra. Email yazdıq. İndi gələk password da eyni şəkildə. Eyni söhbətdə yazaq. Belə yazaq ki, gələk də buradan kopyalayım və yapışdırım bunu. Bir də yazmayayım. Bunu götürüm buradan. Copy paste eləyim. Gəlim bura. Bura gəlim bu bal üstünə qoyum. İndi belə bir məsələ var burada. Username gələk buraya yazaq ki, yenə required'dır. Required. Sonra gələk bir dənə yazaq ki, max length olsun 64. Bunu sileyim bu içindeki kalfa söhbətini. Bu qədər bəsdir. Username'dir. Ha, repassword. Repassword indi burada necə olacaq? Yenə bu formada yazırıq. Amma burada bir məsələ var. Məsələ nədir? Məsələ odur ki, biz bunu bildirməliyik ki, bu compare olsun, compare olsun. Password yoxdur. Yazaq belə mötərizə açaq, yazaq name of, password, password. Bu birisi nə deməkdir? Bu o deməkdir ki, mən gəlib hər hansı bir user register olanda gəlib yoxlasın ki, repassword yazanda gəlib yoxlasın ki, bu yazdığı passwordla eynidirmi? Əgər eynidirsə, gəlib bizə onu yaratsın. Eyni deyilsə yaratmasın. Sonra gedək neyniyək? Sonra gələk servislərimizi yaratmağa başlayaq. Bu qovluqla bağlı edirəm. Adım bir dənə servis qovluğu yaradım. Adın qoyum şey. Hara getdi o? Rene. Adın qoyaq nə? Out.
servis. Out servis. Hə, belə bir şey qoyaq. Yazaq ki, burada bir dənə, bir dənə interfeysimizi yaradaq. Adını qoyaq I out servis. I out servis. I out servis. İçində gərək metodlarımızı verək. Metodlarımızı verəndə biz nələrə diqqət eləməliyik, onu izah edeyim sizə. Nələrə diqqət eləməliyik? Deməli, belə bir məsələ var. Belə bir məsələ var, indi izah edəcəm nədir? Bir dənə bu register yazaq. Register async yazaq məsələn. Register async. Bu da nəyi götürəcək? Register return götürəcək. Yine de böyle detail yazaq. Notların bağı. Aha. İndi burada login məsələsi var. Login məsələsi nə olacaq? Login məsələsi bizə geriyə string qaytaracaq. String nə qaytaracaq? Çünki biz burada login yazanda belə bir məsələ var ki, bizə bir dənə arxaya token qaytarmalıdır. Həmən tokenlə də front istifadə eləyəcək ki, həqiqətən bu tokenli adam var yoxsa yox. Var isə bunu şey eləsin. Yoxdursa eləməz. Başa düşürsən nə demək istəyirəm? Bir dənə də belə bir şey eləyək. Task bir dənə role metodu yaradaq. Role metodu. Vəsə. Gələk bir dənə klassımızı yaradaq. Yazaq ki, bura bir dənə klass. Adını qoyaq out servis. Belə deyək də out servis. Belə deyək. Zaman olsun. Şeylər qarışmasın bir-birinə. Vəsə. Bu gələcək. Həmən I out service daha doğrusu yəni I out service interfeysini implement eləsin. Aha. Gəlib burada da bəzi şeylər bildirməliyik. Həmin bildirəcəyimiz şeylər nədir? Həmin bildirəcəyimiz şeylər keçən dəfə MVC-də yazdığımız kimi user manager. İçində yazaq user. Sonra nə var? User manager var. Bir dənə bunu adlandırmasını da eləyək. Altına yazaq user manager manager. Sonra vericimizi qoyaq. Sonra nə var? Sign in manager var idi bir dənə. Sign in manager. Niyə gəlmədi? In manager. Niyə gəlmədi ki bu? Nəsə bir dənə bunu altına eləyək. Güclənmişə baxmam. Necə olur bu? Nəysə buna bir şey. Onun üçün gəlməli idi axı o. Nəysə. Sürüşləndi. Sign in manager. Bu da generikdir deyəcək. Bir dənə burada klassımız adı verək. User. Sonra yenə altdan xətt yazaq. Sign in. Belə yazaq hətta. In manager. Sign in manager. Vergül qoyaq. Vergül qoyaq. Bir dənə yazaq role manager. Role manager. İçində identity olacaq. Identity'dən gəlsin rollarımız. Identity rol. Bunu niyə tanımırsan qardaş? Hayır, rol yazmışım. Rol. Ayda. Tanımın birini yazmamışsınız orada. Ha, mən də deyirəm bu niyə tanımır 2 saat. Ha, identity rol. Sonra nə edək? Bir də hə, bunu da adlandırması eləyək. Gərək yazaq ki, altdan xətt rol. Altdan xətt rol. Bir dənə də şey bildirmək lazımdır. iConfiguration. iConfiguration niyə bildiririk? Yaza bilmirəm.
Ay configuration niyə bildirir? Configuration. Bu niyə bildirir? Bunu bildirməyimizin səbəbi odur ki, gəlib biz şey eləyəcəyik. Belə deyim sizə. JVT yazacağıq. JVT yazmaq üçün də bu bizə lazımdır. Bir dənə bunu implement eləyək. Bizim interfeysi bizi implement eləsin. Aha, bir başlayaq. Birinci register yazacaq, sonra keçək loginə. Gələk ki, register necə yazacaq? İndi baxaq. Birinci bunu async eləyək. Gəlin burada yazım ki, gəlin buraya async yazım. Registerinizi yazacaq. Eyni şeydir endisiylə. Eyni şeydir demək olar ki. Belə bir şey yazaq. Birinci yazaq ki, burada if dto nöqtə password eee, bir dəqiqə belə yazaq. Bərabər değilsə bizim passwordumuza dto nöqtə passwordumuza dto nöqtə password bərabər değilsə belə bir exception tullasın axıya. Adın qayaq belə eləyək. Bir dəqiqə. Exception yazaq. Belə bir exception açsın. Bu da olsun ki, yazsın ki, hə, şifrələr eyni deyil. Birinci bunu yoxlayaq. Register olanda. Sonra nə yoxlamalıyıq? User var, yoxsa yox, onu yoxlamalıyıq. Yazaq ki, bura bir dənə var, user exist bərabərdir. İndi bu necə yoxlayacaq? Ya gəlib yazıram bura await, hattan had user manager. Sonra gəlib basıb nöqtə qoyub yazıram find by email async məsələn. Deto.email. Email gəlib yoxladıq. Gəlib yazıram ki, if user exist null değilsə, bir dənə exception atsın arxaya yenə. Yazsın ki, throw bir dəqiqə niyə yazmadı? Throw new exception. Bu email artıq belə yazaq, yoxsa necə yazaq? Hə, şey olsun da, bu email artıq istifadə olunub. Bu email istifadə olunub. Çıx. Password yoxladıq, email yoxladıq. İndi nə etməliyik? Useri yaradaq. Useri yaratmaq üçün gəlib belə bir şey eləyək. Yazaq ki, var user bərabərdir new user. Təzə bir dənə user yaradırıq. İndi bunu nöqtə vergül qoymayaq aslında. Belə eləyək. Bunu gəlib skopa açaq. Email bərabər dto.email. Username bərabərdir dto.username. Full name bərabərdir dto.fullname. Stampı verək. Stamp var bir dənə. Security.stamp. Bu da bərabər olsun. Bir dəqiqə belə yazaq da. Quit yazaq. Quit. Nöqtə belə yazılır da. Deyirsən, niyə quit? Hə. String elədik. Quit ID də. Elə bir secret stamp. SQL-ə görəsiniz. Orada bir dənə stamp adında bir yer var. Odur. Çıx. Bu qədər. Bizim user üçün olan şeylərimiz bunlardır. Gəlib bir dənə bunun nöqtə vergimizi də qoyaq. Nöqtə vergimizi qoyaq. Sonra bir dənə yazaq ki, var result bərabərdir. Evet. Altdan xətt user manager. Create async user yarat. Bir də belə bir şey eləyək. Vergül deto.password. Sonra nə edirik? Sonra gəlib deyirəm ki, əgər bizim bu resultımız, nəticəmiz succeeded deyilsə, belə nida qoyaq qabağına, deyilsə, bir dənə də exception alsın, və yaxud da təzə bir dənə error mesajı alsın. Gəlin bura deyim ki, belə eləyim. Yazım ki, var. Bütün identity mesajlarını birləşdirək yataq da. Error mesaj yazaq. Error mesaj bərabərdir. Necə yazaq? Belə yazaq. String nöqtə join idi. Hə, join.
Bərabər nə demək örtəzə açaq. İndi hansı errorlar verərik? Belə eləyək də. Belə eləyək. Belə eləyək bir dənə. Bir dənə bura vergül qoyaq ki, error versin. Bir dənə belə eləyək. Yazaq result nöqtə errors və errorları seçsin, select eləsin. Hansı ki belə yazaq və yaxud da x olsun, hə x nöqtə x nöqtə description. İşte bizə errorlar verəcək. Bizə errorlar verəcək. Bütün errorları birləşdirib atacaq. Əgər bizim userimiz yaranmasa, belə bir error versin. Bir də neyniyək? Bir də neyniyək? Rol vermək söhbət eləyək. Hər register olan istifadəçiyə bir rol verilsin. Yazaq ki, await. Altdan xətt, user manager. Add e, to role async. Belə eləyək. User. Bir dənə belə eləyək. Bir də user klassına da yazaq. Nöqtə verdiğimizi qoyaq. Prosta yox, belə yazmalıyıq. İndi belə yazmalıyıq. Bunu belə verəcək də buraya tutacaq. User rolu versin eləmək istəyirəm, prosta eləmir. Hə. Hər registrə olan adamın rolu user olacaq. Belə fikirləşin. Sonra bu qədər. Register bitdi. Register bitdi. İndi keçək loginə. Login necə olacaq? Logində də eyni şəkildə gəlib yazırıq da. Bu da async eləyək. Async. Gərək yazaq ki, yenə eyni şəkildə gəlib bu birinci biz nə yazmışdıq? Username və yaxud da e-maili gedib axtarmalıdır da. Belə yazaq. Yazaq ki, var user bərabərdir await altdan xətt user manager find by email async mötərizə açaq yazaq ki dto nöqtə username or mail yazaq sonra gələk neyniyək yoxlama eləyək yoxlama necə eləyirik yoxlama passwordla yoxlayaq sonra da deyək ki, hə, email və ya şifrə səhvdir. Gərək yazaq ki, if e, if user bərabərdir null-dırsa və ya null-dır və ya tutalım ki, belə bir şey yazaq da, yazaq ki, null or e, belə eləyək. Await altdan xətt user manager check password async user yaratmışlar da bu gəlib düşməli bura user bir də dto nöqtə password şey password da gəldi şeylədi. Burada dedim ki, əgər userin aldı və yaxud da ki bunun şifrəsi səhvdir. Buna biz necə exception atmalıyıq? Biz bunu elə exception atmalıyıq ki, bu kimsə ola bilər ki, məsələn, hər hansı bir şəxs mənim hesabıma girmək istəyib, bilməsin ki, mənim hesabımın adı düzdür yoxsa səhvdir. Gəlib bura yazıram ki, onda email və ya şifrə səhvdir. Aha, email və ya şifrə səhvdir. Bunu elədik. Bir dənə nə söhbət var indi burada? Bir dənə metod yaradaq bunun içində. Bunun içində bir dənə metod yaradaq. Metod yaratdığımız metod nəyə xidmət eləyəcək? Token yaradacaq. Yaratdığımız tokeni işlədəcək. İndi necə eləyirik? Bir dənə metod yazırıq. Bu metodda bizə hər dəfə login olanda fərqli bir dənə JWT tokeni generate eləyəcək. Gəlib bir dənə yazıram ki, private ki, ancaq bu səhifədə olsun. Private olmadı bu. Buradan çıxım da. Private. Async olsun.
Adın qoyaq. Adın nə qoyaq? Belə eləyək, elə ki bu bizə nəsə geri qaytarsın da. Task string. Bir dənə generate, generate, jvt token, token, user. Metodumuzu yaratdıq. Bu bizə şey yaratmağa imkan verəcək ki, biz nəsə yarada bilək. Gələk bir dənə claimlərimizi yaradaq. Claimlərimiz nə olsun? Claimlər nədir? Elə bil ki, bizim həmən identity package-dən yüklədiyimiz şeylər var ya, onlar bizim claimlərimizdir. Gəlib buraya yazıram ki, var claims, var claims bərabərdir new list belə elə claim. Gələk bunun içini dolduraq. İçini dolduraq. Buna enter vuraq. Gələk yazaq ki, bura new claim. Claim types, claim eee, types, claim types. Name identifier, virgül user nokta id. Bunu bildirdik. İndi o birisini çizək. Name, new, claim. Claimlə yaradırıq ki, bizə token yaradanda ona uyğun, hər adama uyğun şey yaratsın, token yaratsın. Claim types nokta name virgül qoyaq. Yazaq ki, username. Sonra bir dənə də claim yaradaq. New claim. Yazaq yenə claim types. Bir də email-ə görə yaratsınlar. Hamı onsuz da email-i, username, hər şey fərqlidir. Username, email, hər şey fərqlidir deyə belə yaradaq. Gələk bura nöqtəyə vergülümüzü qoyaq. Keçək alt tərəfə. Əsas məsələyə gəlirik indi. Əsas məsələ nədir? Əsas məsələ odur ki, biz bu şeyi yaratmaq üçün bir şey eləməliyik. Necə deyim sizə? CVT-ni burada bildirməliyik. CVT-ni bildirmək üçün bizə bu metodda indi əsas CVT hissəsini keçirik. Belə bir şey eləyək. Gərək yazaq ki, bura e, roles, var roles bərabərdir await. Iıı, altdan xətt user manager get role async. Userdən gələn rolları async eləsin. Gətirsin. Yazaq bir dənə for each. Bir dənə necə eləyək? Bunu şey tam şey olsun. Encoding eləsin. Sonra JWT security token versin. Tokenlərimizi versin. Belə eləyək. Belə eləyək. Yazaq bir dənə for each hələ ki. For each yazaq. Açaq ötəmizi yazaq. Var role in roles. Rollardan bir dənə rol gətir. Yazaq bura claims. Hı. Nöqtə add. Çünki biz orada yuxarıda yaratdıq da list yaratmışdıq. O add metodu istifadə edirik. Gələk buraya yazaq ki, yenə bir dənə new claim yarat. New claim yarat. New claim yarat. Yenə eyni şəkildə bir rol əlavə edəcəm. Prost gedib şey eləyirəm də new claim yarat. Claim types yazaq bura. Bir dəqiqə claim types. Claim type. İçində də rol olacaq. Virgül qoyaq, yazaq rol. Aha. Всё. Mötərizəmizi bağlayaq. Bunu da eləyək. Bu niyə işləmədi? Bir dəqiqə. Hə, bunu belə gətirin bura. Claim types yazın. Всё. Всё, işlədi. İndi əsas məsələyə keçək. Əsas məsələ dediyim nədir? Bir dənə gəlin bura heç bir dənə nöqtə vergülüm qoyuq. Nöqtə vergül niyə? Nə problem var burada? Hardasa mötərizə yazmışam ha mən. Harda yazmışam ki? Bu nəyin mötərizəsi sayılıb? Bunun mötərizəsi sayılıb.
Ha, Forest'e şey atmamışım. Bildim. Ben fikirleştim prosto atmasam da olacaktı. Olsun bu niye böyle oldu ki? Neyse bu formada yazar. Hiç olmaz. Aha. Şimdi mesele nedir burada? Mesele odur ki biz yeni kesip bu JVTK'yi yaratmalıyıq. Ki bize her defa bir tane token versin. Gerek buraya yazar ki var ki. Böyle bir şey yazar. Beraberdir. New. Şimdi bir tane böyle bir şey olmalı. Symmetric security key. Symmetric security key. Encoding. Encoding. Coding. Encoding. Nokta belə deyirsən UTF-8 UTF-8 get bytes belə idi də altdan configuration bir də belə olmalıdır JVT yox bunun içində belə eləyim 2 dənə belə eləyək JVT bir dənə belə elə bir də key yaz bura belə eləyək bizə bir həm key verəcək həm də bunu verəcək hə vəsiq belə bu formada bunu yazdık. Symmetric security key'imizi yarattık. Yeni bir de cred yaratmalıyıq. Cred nədir? Credential'lardır. Gəlib burada yazmaq üçün yazaq bir dənə var. Belə eləyək. Cred. Yenə eyni şəkildə gəlib yazın bura ki, new symmetric. Hmm, necəydi o? Symmetric deyil. Burası bir dəqiqə eee, sign in credential. Böyle değil. Hmm, böyleydi. Necəydi o? Bu. Ha böyleydi. Sign-in credential. Murtaza at. Key yaz. Sonra. Security algoritmi neydi? Security algoritm olmalıydı. Security algoritm. Ha. Bu özü verir onsuz otomatik. Şu bunu da yazdık. Bunu da yazdık. Şimdi token yaradak. Gələk yazaq ki var. Token. Token beraberdir. New. JVT. Security token. Gələk bir də mötərizə. Gələk bura. Mötərizəmizi açdıq. Gələk indiki dolduraq. Bunun issuer olmalı. Issuer, audience, claims, expires, signing, credential, credit. Gələk bir dənə burada bir şey yazaq. Bir dəqiqə. Issuer. Issuer. Altdan configuration. Configuration. Belə idi. Belə idi. Mötərizəni açaq. JVT. Belə yazaq. JVT. Bir de şey. İstiyor. Sonra audience var. Audience. Murder. Böcülük oyun. Audience. Audience'de de yine en şekilde cevap buraya yazıram. Hatta configuration. Burada da cevap yazıram ki böyle bu formada JVT yok bir şey koymadım. Bir de JVT bu bir de audience. Bakın diyor ki string key götürür iConfiguration. Biz value veririk, bir de onu veririk. Все. Key veririk. Yarattığımız bakın burada yazmışam ki ben bir tane symmetric security key yaratacağım. Birinci JVT'ye götürecek. Sonra key yazacak. Biz birinci issue'u yazdık. Sonra configuration'dan gelen JVT'ye yine de key. Key de birinci issue'du. Sonra audience de. Bundan sonra gelenler claims olacak. Claims ama böyle yazmayacak. Cevap claims yazıp böyle yazıp değil. Bunu aha. Claims Claims. Onsuz da bayağı biz Claims adında bir şey yaratmıştık da. Buna da vereceğiz. Buna da vereceğimiz o kadar. Claims yazdı. Bir de Credential oldu. Credential yok. Bir de Expired Date de yazar. Expired Date ne diye? Expired Date'de de bir şey bizim tokenimiz ne vakti kimi keçerlidir de. Onu yazar.
Expires. Expires. Bizim tokenimiz... Ayda bu niye böyle değil? Bizim tokenimiz ne vaxt kimi şey eləyək. Elə 2 saatda date time nav, date time nav, date time nöqtə nav, nöqtə add hours, add hours, add hours, 2 saat əlavə eləsin. Şu, bunu da elədik, bunu da elədik. Bir də şey qaldı, credential söhbəti. Bu iş şurada niyə error var? Bunu eləyəcəm bu heç. Nə deyir ki bu? This value is not null. Is if your claim will be added overthink is claim is overload. Neyse yine bakar ona. Bir daha bunu doldurar. Gəlin bura deyim ki, bir dənə sign-in credential var idi. Sign-in credential. Sign-in credential. Bu da credential. Cred. Şu. Errorlarımız getdi. Bir dənə də etsən. Gəl burada yeni yarattığımız şeyi CVT tokeni yazaq bura return edirik. Yazaq ki bura CVT security token handler Android token. Şu. Bunu hazırladım. İndi logində nə etməliydik? Logində bayaq nə yarımçı saxlamışdım o deyim. Logində biz niyə gəlib bura boşluq qoymuşduq? Niyə boşluq qoymuşduq? Baxın, mən gəldim bayaq dedim ki, login geriyə string qaytarır. Səbəbini də izah elədim ki, biz hər dəfə login olanda bir dənə token verəcək. Return. Bu token də bizim elə bil ki, yaratdığımız indi generate JWT token yazdıq biz. Oradan gələcək. Gəlib buraya yazıram ki, return await generate JWT token. Burada bir dənə belə elə user elə. Şu. Bu ije. Login olanda hər dəfə görərsiniz tərəfdə. Login olanda hər dəfə bizə bir dənə şey qaytaracaq. Nə idi onun adı? Bilirsən nə demək istəyirəm? Token qaytaracaq. Bir dənə uzun bir şeydir. İndi bu JWT token nədir? Onu izah eləyəcəm. Bir dənə bu rekordu saxlayın. Bir dəqiqə gəlirəm, zəng gəlir mənə. Bax, belə bir misal gətirim. Siz tutaq ki, gedirsiniz bir dənə otel rezervasiya eləyirsiniz hər hansı bir otağı. Sizə neyniyirlər? Bir dənə otağın nömrəsini deyir, sonra bir dənə sizə kart verirlər. Bu kartda sizə orada köməklik eləyir ki, siz bu kartla gedib otağın qapısını aça bilirsiniz. Bu nədir Jevto token? Gəlirsiniz, saytı qeydiyyatdan keçirsiniz və yaxud gəlib oteldə elə rezervasiya eləyirsiniz. Sizin adınız gedir düşür şeyə, otelin databazasına və sizə uyğun bir dənə kart yaradır və otağın adını verir. Sizə verilən o kartda bir token var elə bil ki. Gedib siz tokeni hər dəfə o qapı yaxınlaşdıranda bu yoxlayır. Əgər sizin tokeniniz düzdürsə, siz otağa girə bilirsiniz. Səhvdirsə girə bilmirsiniz. Belə fikirləşin. Başa düşürsüz də nə demək istəyirəm? Hə? Yəni token bizə o köməklik eləyir ki, biz nə vaxt istəsək, gərək deyək ki, login olaq, bizə avtomatik bir dənə token yaradacaq hər dəfə. Hər dəfə fərqli bir dənə token. Həmən tokende bizim login olanda authorize olmağımıza kömək olacaq. Həmən tokeni front işlədir. Frontı götürüb tokenin login register olmağı yoxlayır. İndi bir dənə inam yarada. Bu inam da bizim şey olsun. Yazaq user role. Bu inam olsun. Yazaq bir dənə public eləyək. Bunu public class deyil, inamdır. İnam. Gələk yazaq ki, bura bir dənə admin olsun. Admin. Bir də user olsun. İşte bunlar olsun bəs. Gəlirəm yenə out servisə. Bayaq role metodda yazmışdıq. Role metodun gəlirəm içinə. Gəlirəm nə deyirəm? Gəlirəm deyirəm ki, for each elə, for each elə. Mötərizəni ad var. Item in inam
nokta get values type of type of type of bizim şeyin adı neydi? User role. User role. User role. Bunca tipin götür. Sonra scope'u al. İçində nə ver? Gəl yaz belə. Hmm, belə yazaq da. String role name role name bərabərdir. Item nöqtə string. Birinci bu role name'i string eləsin. Niyə görə? Çünki keçən dəfə izah eləmişdim ki, mən gəlib type of user role yazanda gedir o user role tipi götürür. Bizə də user inam yaratmışıq deyə admin tipi 0 olur. User'in tipi də 1 olur. Sonra biz bunu string eləməliyik. Sonra gəlib deyirəm ki, if belə nida qoyaq, await altdan xətt role nöqtə role exists as string role name. Əgər bu role name şeydə yoxdursa, belə bir şey yoxdursa, gəlsin. Await altdan xətt role pretasync new identity role. Bir dənə də belə eləyək. Adını qoyaq role name. Role metodumuz da hazır. Bunu da həll elədik. İndi bir dənə məsələ qaldı. O məsələ nədir? Biz keçən dəfə SQL ilə bağlı işlərimizi gəlib Web-Setting JSON-da görürdük. İndi biz Web-Setting JSON-da bir iş də görməliyik. Bu iş nədir? Bu iş odur ki, gəlib mən Web-Setting JSON-da şey də yazaq da, role extension yazaq biz. Yoxsa role extension-ı qalsın elə ki role extension. Role extension indi ehtiyacımız yoxdur. Göstərərəm daha sonra. Lap bilmirəm. Lap özünüz yazarsınız. Gəlib belə bir şey yazıram. Bura bir dənə vergül ataq. Vergül ataq. Gələk buraya yazaq ki JVT. Sonra bir dənə bu keçək bura. Bunu qoyaq. Gələk bura skopumuzu açaq. Bunu yox, şey qoymalıyam. Boşa nöqtə qoymalıyam. Skopumuzu açaq. Bir dənə key verməliyik. Key. Bu nə olacaq? Gəlib bura yazam key. Buraya elə bir şey yazmalısınız ki, çox belə şey olsun da. Məsələn, belə bir şey. Belə bir şey yazmalısınız bura. Çox uzun bir dənə gizli kod. Nəsə belə bir şey də, yəni tapıla bilməyən bir şey. Sonra gəlib buraya yazırsınız ki, is your. Sonra gəlirsiniz. Burada. İndi bizim lokal host neçə idi? Bir dənə buradan eləyək. Run eləyəndə işləyəcək görsən. Bizim lokal hostun şey nə idi? Onu qoymaq lazımdır. Lokal hostun hardasa yoxdur burada. Heç bir yerdə yoxdur. Cihazın buradan bax. Biz buna. Haradaydı bu? HTTP. Lokalhost. Bunu götürün buradan. Kopyalayın. Gelin bura. Onu da buraya gelin. Buraya yapıştırın. Bura. Burada bir tane söyleyeyim. Bir dakika. Properties atıyorum yani. Olabilsin bu. Böyle de atılsın. Bunu götürək. Bunu götürüp buradan kopyalayaq. Gələk bura gələyim. Bunu sileyim. Ben yaxşı bunu yapıştırım. İş yeri yazdı. Bundan sonra bir dənə bura verici qoyaq. Vericimizi qoyaq. Gələk bura bir də şey yazırıq. Audience. Bayaq o şeydə yazdığımız şeylərdir. Audience.
Audience. Dəqiq yazdım da audience. Aha. Bir də yenə qoşu nöqtəni qoyaq. Qoşu nöqtəni qoyaq. Bu da gərək qabağına. Yenə link atıram bura. Ki, hazırdır. Bu hazırdır. Bunu da bunu da bildirdi. İndi bir dənə run eləyək. Görüm nə problemi idi bizdə. Hər şey hazırdır. Hazırdır. İndi keçək kontrolörümüzdə də hər şeyi bildirək. Kontrolörlərimizdə də. Kontrolördə necə bildirəcəyik? Gəlirəm buraya yazıram ki, bir dənə kontrolör yaradıram. Kontrolör. API kontrolör. Empty olan bir dənə API kontrolör. Adını qoyuram. Out. Kontrolör. Kontrolör. Gəlirəm burada da yazıram ki, I out service. Bir dəqiqə. Out service. Altdan xətt. Servis. Sonra gəlirəm. Birinci register yazaq. HTTP register. Belə deyildi. Register. Yoxsa təkcə register idi. Register. Necə idi bu adı? HTTP. Nəysə, bunu tutaq ki, HTTP post. Public. Public. Task. Action result. Action result. Action. Result. Adını qoyaq. Register. Register. Gəlsin bu. Register. Register. BTO. BTO. Belə deyildi bunun adı. Register BTO. Bunu yapın alt enter elə. Using elə. Gəl burada dinlən ki. Gəl burada dinlən ki. Await. Noktadan xətt servis. Nöqtə. Register async BTO. Return o. Return. Ok. Belə eləyək. BTO ehtiyac yoxdur. Paste post eləyək. Bir eləyək də. Gələk bunu. Belə yazaq. Yadımda baxarıq indi. Fikir yoxdur. Mən baxacam indi. Gör necə yazır. Yadımdan çıxıb. Belə yazaq. Bu nöqtə vericini qoyaq. Bir login yazaq. Login olmasın. HTTP post olsun. Tutaq ki burada. Public. Async. Async. Task. iAction result. iAction result. Login. Login. Login detail. Detail. Bir dənə bunu yazaq. Üstə keçək. Yazaq ki, burada bir dənə. Evet. İşte bir dənə indi gözləyim, buna baxacam yenə. Haradaydı bu? Ha, buradaydı. Burada orada nasıl? Controller. Cloud controller. Nerede değilim? Böyle olmadı. Böyle yazaq. Bunun adını qoyaq. Register. Register. Bu adını qoyaq. Login. Login. Bir də rol qaldı. Bu 10 HTTP postu idi. HTTP post. Bunun da adını qoyaq elə. Eyni formada. Rol. Rol.
Ben buraya yazdım ki public async task I action result rol kaza belirleyer gerek bunu belirleyer bütün okumuz yazar. Bir de buraya yazar ki await alttan fast servis rol rol idi rol async diyelim. Şu. Şimdi her şey hazır olmalıdır. Cevdet'e yoğun bir paket yüklemeliydik deyəsən, dəqiq yadımda qalmayıb, ayda bir şey eləməmişəm, bax, olmayacaq, işləməyəcək. Yadımdan çıxdı. Proqram sesi gəldi. Burada bir şey bildirməliyəm. Bildirə bir şeyi də buradan gəlib kopyalayacağım. Nə idi bu? Deməli, hmm, gətir buradan bunu. Buradan bura kimi. Yox, buradan bura kimi yox. Bura kimi. Bura kimi kopyala. Haradaydı bu? Adswagger Gen. Buradan yox, bunu da elə nə idi bizim şeyin adı? Bura. Şu. İndi işləməlidir. Burada açılmışdı, yoxsa yox, burada açılmamışdı, burada açılmışdı. Aha. İndi bir dənə registr olmağa çalışaq görüm registr ola bilirikmi? Try it out. String. Bu da olsun belə string. Prosto bunu bir dənə belə eləyək. C bir nöqtə. Bunu gətirim kopyalayım. Kopyalayım. Bunu buraya yapıştırır. Bunu da belə elə. Aha. Error niye? Ha, şeyde bildirmemişim axı service registration'da bildirmemişim. Cevap buraya yazıram ki servis nöqtə add scope et sonra I out service out service out service registerler write out ben bayağın stopa kalmıştım execute haydi hamısı yadımdan çıxır. Bu da şey olmalıdır. Identity TT user identity user yok. Neydi bunun adı? Bu ne zaydı? Identity user bir tane böyle bir tane de böyle. Şurada böyle değildi. Böyle değildi ki uşaqlar. Yadımdan çıxıb bu nə vaxt eləmirəm. Ayda belə deyim. Bu burada nə iş var şimdi? Identity Telecom Direct. Heh. Üzür sana yadımdan çıxıb olabilir bəzən belə baş qarışıqlıqlar. Yəni registrə etməyə çalışırıq. Üçüncü tələbləri registrə eləyə bilmirik.
Bu sefer olmalısan da başka neyi değişmeliyim ki ben? Yine error. Bu ne errordur ya? Bilmedim ya. Bunu bilmedim ya. Yəqin isə sadə bir şey yenə yazmamışıq. Ola bilər. Baxaq görüm nədir problemimiz. Baxaq görüm nədir problem. Burada, burada problem nədir? Necə update database eləmədim ki mən bayaq burada. Bizə SQL düşmüyor indi bu güya. Necə ola bilər ya bu? Neydi bunun adı? The Converted'də. Table. Necə cavab düşmüyor be bura? Migration, user kalsın yaratmış olmaq mı? Hə? Yaratmadım ki mən user kalsın yaratmış olmaq. Identity üzerinden miras alır. Ayda ha. Bildim. Zürrü sayın. Şimdi düşecek. Ücret dördüncü defa düşüp bunu söyleyemedi. Biz bir tane registreleyebilmedik. Video 30'un oldu. Ne kadar da 57 dakika. Neyse. Bir nevi bir register olsaydı alırlardı. Try it out. Try yine böyle. Hoca bu sefer olmazsan hoca başka sahiden yaptı. Senin başka bir problem kalmadı. Yine. Hayır, rol yaratmamışız izlemeyin yüzde diyelim. Bu email artı istifade oldu. Siyah. Register oldu. Şimdi bu maili kopyalıyor. Bir de bunu kopyalıyor. Şöyle bir tane login olmaya çalışacak. Gerek burada diyek ki Windows bunu bas. Şifreye de bunu bas. Aha indi biz bunu eğer login olsaq düzgün işləsə bizə bir dənə token verməlidir. Token vermədi. Email və şifrə səhvdir. Eee şifrə niyə səhvdir? Bir dəqiqə. Nəsə boşluq oldu. Nasıl edə bilərəm? Mesela try it out. Aha. Bir de ki bu da şifre. User example memnun.com. Niye? Tekrar belediye. Biz
Buna da başqa məsələ var. Yayında da baxarıq. Bu table açaq. Bu table'larımız bizim gəldi mi bura? Gəlib ki, yoxsa biz bunu işlədə bilirik. Prosta burada niyə problem var? O çatmır. Hə, yeni şifrə səhvdir. Maraqlı sualdır. Nəysə, diqqətsiz eləyib səhv yazmışam böyük ehtimal. Nasıl maraqlı ki nədir? Belə eləmişəm, nə olsun belə istəyirlər. Onu belə istəyir. Onu belə eləmişəm, nə olsun. Prosta bu niyə işləmədi? Onu satmalı. Bir dənə bu şey videonu saxlayım. Mən xırda səhvimiz var idi. Xırda səhvimiz nə idi? Xırda səhvimiz o idi ki, biz birincisi bir dənə nöqtə verici söhbətini qoymamışdıq. Nöqtə verici söhbətini. E, nöqtə verici söhbət hardadır? Yəni göstəreyim. Biri burada bu audiensdən sonra gəlib bura nöqtə verici qoymuşdum. Boşu nöqtə olmalı. Bir də ki bizim saytda deyim belə deyim bizim proyekt indi ancaq şeyə görə işləyir. Necə deyim sizə? Şeyə görə login olur. Mailə görə gəlib bir dənə buraya yazaq ki user v f yazaq. User f bərabərdir await altdan xətt user manager nöqtə find by naming find by naming. Bir dənə də yazaq bura dto nöqtə nöqtə username username or mail. Aha. Bu da gəlib eyni şəkildə indi uca şeylə nəydi o adı? Username'də yoxlayacaq. Gəlib sonra buradan login olanda bizə token də qaytarmalı. Onu düzəltdik, login olanda token də qaytarmalıdır. Bu necə həll edəcək? Gəldik burada bir dənə heç nə yadımdan çıxmışdı. Mən biraz diqqətsiz adamam. Getdim baxdım düzəltdim. Siz də ola bilər problemlərinizi həll edin AI-dan falan və yaxud əvvəlki yazdığınız proyektlərdən. Belə bir yazmalıyıq ki, var token, bir dənə token dəyişəni yaradırıq və bu bizim servisdən gələn login metodumuza bərabər edir. Sonra əgər bu return oldursa, hər şey işlədirsə, bizə bir dənə token qaytar geriyə. Və qaytardığı token bu boyda bir şeydir də. Gəlib bunu bu nöqtə vericilə dırnaq işarələri olmadan gəlib buradan bütöv şəkildə kopyalayıram. Gəlirəm bura authorize hissəsinə. Bura value hissəsini yapışdırıb authorize basıram. Vsyo. UJ. Mən məsələn tutaq ki, metodlarımı hər hansı bir metodumu authorize eləmişəm ki, ancaq məsələn kateqoriya adını yarada bilsin. Gəlib buradan login olandan sonra bu authorize eləməliyik. Buradan logout ola bilirik bu arada.
ve her tokeninde 2 saat vakti var. Tüh. Login register bu kadar. Biraz uzun çəkdi. Ben de biraz yoruldum. Bir iki dənə axırda səhv elədim. Bir qəsdi səhvləri. İndi hər hansı suallarınız varsa eşidirəm. Xeyr, sual yoxdur. Biraz uzun mövzu idi. Başa düşürəm. Biraz da həm də biraz qəliz idi. Qəliz deyəndəki burada görmədiyiniz şey bu token məsələsi idi. O da biraz baş qarışdırdı məsələn. Sizə var Hüseyin bəy sual. Heç onda videonu saxlayıram. O Hüseyin bəy o şey söhbətləri də həll edin də. Har nə qədər geridə qalmısınız, o hamısını yazarsınız. Heç nə. Sağ olun, gecəniz